Elə şeylər yoxdur. Bu millət bilir nədir. Çalışırsınız ki, Azərbaycandan gedib bir dənə darısqal yerdən soxulasınız, oradan milli hərəkatın öncüllərinin səsini demək ki, söndürəsiniz. Eləyə bilməzsiniz. Bu quş qəfəsdən gedib, ox yaydan buraxılıbdır, qabağını ala bilmədiniz, qurtardı. Ona görə ki, bir iddə fikri deyirlər ki, edirdilər ki, Heydər Əliyev hakimiyyəti elə Sovet İttifaqının davamıdır, komünist sisteminin davamıdır, yox, elə olmadı. Və sonra fikir eləyirlər ki, elə İlham Əliyev hakimiyyəti demək ki, adı da elə deyil. O İlham Əliyev hakimiyyəti, o Rusun davamı deyil. Rus indi az qalır, onun tutağını vurub salar. Hani, demək ki, Qarabağda sonuncu dəqiqə kimin qarşısında dayandı o Rus. Bu da bu Putin. Ona görə də İlham Əliyev də bunları bilir, dədəsi də ona deyibdi. Və bilir ki, bu dövlət, bu Azərbaycanın quzeyində bu millət nə istəyir? Onu çıxır deyir, 40 milyon deyir. Nə qədər də o məmur cığazlar can alsalar da bu millətlə bacara bilməyəcəklər. Nə güneyində ona görə də zamanı da gəlib ki, Azərbaycanın güneyində bu millət bağımsızlığını qoyaraq Türkiyənin yardımına qoşacaq. Ona görə ailəmiz, biz bunların ayağını qəndildən tökülüb gəlirlər güneyə. Bunları bu tərəfdən qovalayıb çıxardandan sonra geçsin o tərəfə. Hara gedəcək? Türkiyə mi? Elə deyil. Azərbaycanda, güneydə bu millətin öz missiyası var. Necə ki, Azərbaycanın quzeyində öz missiyası vardı, onu yerinə yetirdi. Qarabağı azad elədi, dövləti yapılandırdı, dövləti gücləndirdi. Saxlayıb da hələ bu dövlətdə Azərbaycanın güneyində də bu millət Türk dünyasının qarşısında bir missiyası var. Və onu da yerinə yetirəcək, hər şeydə göz qabağında. Çalışırlar ki, günəşin işığını inkar etsinlər. Buna da aynən bayaq da söylədi. Zıqqılı uşaqlarla, bunların heç birisinin heç bir cəsarət eləməyiblər ki, onu gəlsinlər də düz deməyirlər, çağırsınlar. Sayın Doktor Məhmudə də buradadır. İndi Türkiyə oyunbazlıq eləyirlər, Azərbaycanda deyirlər, gəlməsin filanlar, boş sözlərdir. Amma bu da bu Avropada. Gəlsinlər, hamısı otursunlar, qurultaylar olsun filan. Harada biz sözümüzü unutmuşuq. Gəlsinlər, qorxurlar. Hamısı qorxur, arkadan yavaş. Hətta o Azərbaycana da qorxa gedirlər. Şuşiyə də qorxa aman deyə, millətçilər bizi deyirlər. Millətçilər görməsin, bilməsinlər. Yox, axır bir yerə vara bilməyəcək. Hər halda gələcəyimiz bağımsızlıqdır, istiqlaldır, millətin bütövlüyüdür və platformu da bəllidir. Platform aydındır, göz qabağındadır. Heç kəsin zorundan da gətirmir. Platformu qəbul edirsən, bizim onda boynumuz Türkdən də nazik. İstiqlalı qəbul edirsən, milləti qəbul edirsən, türlüyü qəbul edirsən, bu millətin öz dövlətini, tam müstəqil dövlətin qurmağını qəbul edirsən, laikliyini qəbul edirsən, parlament qəbul edirsən və demokrasinin icabı olan sandığı qəbul edirsənsə, milləti yəni, ona bizim nə sözümüz olacaq? Mən durum, gəsəmi otur. Bismillah. Ondan 4 dəqiqədə keçdi. Buyurun Sayın Əjdər bəy, qısa. Sabah bəy, bu Ağ Evdə bir hadisə baş verdi. Onu dərinliklə baxanda, yəni bu cənab Zelenskiyə, yəni əlbəttə Ukrayna məsələsi bizi birbaşa bağlayır. Biz milli hərəkatımızı, güneylini, azadlığı, demokrasi, insan haqları, ondan filan birbaşa biz kiminin yanındayıq? Bəllidir, ədalətin yanındayıq. Ukrayna milləti, millət kimin dayanıb döyüşübdür və Rusu da bilir. Amma o demək ki, Ağ Evdə bir hadisə baş verir. Cənab Zelenskiyə öncədən dedilər, gəlir da imzalayıb, yəni 100 milyard Amerika pul verib, 110 milyard, onda 50 milyard doları gedib oraya satıb. Zelenski burada söylədi Cənab Zelenski. Amma Trump həmişəki o modu kimin dedi ki, mən 500 milyard vermişik, onu qaytar tez ol, gətir falan pul yığırdı. Özünün metodu budur. Trump'ın geçmişini tanıyan bilirlər. Və sonradan da yəni o keçən həftədə Cənab Zelenskiyə qarşı nələr demişdi. 3 gün bundan qabaq, Zelenski gəlməmişdən qabaq Vaşinqtona, jurnalist ona deyir ki, siz onun haqqında Şeymər də dedi ona. Sən belə sözlər deyirsən, mən demişəm. Bu bir də birinci dəfə öyle, bunu çox eləyib bu adam. Sözüm yox. Orada Cənab Zelenski gəlməmişdən qabaq demişdim, mən ölkəmi satmam. Və bəllidir. Və imza atmadı. Amma biz Azərbaycanlılara gəldiksə, Əbülfəz Elçibəyin Kələkidə özümüz, ikimiz qaranlıq gecədə, qaz yox, işıq yox, soğuqda danışanda məni çağırdılar Rusiyaya. Çox da mənə hizmət verirlər, xidmət edirlər. Buradan geç, oradan geç. Mən də Rusça danışmayacağım, tərcüməçi gətirin, Azərbaycan türkçəsində danışacağım. Bilirlər bu Elçibəydi. Sonuncu gecə gəldilər, qoydular protokolları, o Kremldə qabağıma imzala. Açdım, baxdım, dedim, mən bunu imzalamaram. Dedilər, niyə? Belə xidmət eləmiş, dedim, özdə deyil, bildim bu lotuların bir dənə oyunu var ha. Ki, belə mənə xidmət eləyirlər. Dedilər, nə imzalamırsan? Dedim, ona görə imzalamıram ki, burada göstərilməyib ki, Rusun sonuncu saldatı Hasan Azərbaycanı tərk edəcək. Bu olmasa imzalamaram. Götürdülər kağızları, qaçdılar, birazdan sonra bir də gördüm, Yeltsin gəlir, işte o tanımda mənə, niyə imzalamırsan axı mən? İmzalamam. Nə olar ki, bizim orada 4 dənə saldatınız dedim, imzalamam. Əgər buna demək ki, qol çəkmərəm, sabah sübh saat 8-də Bakıda olub milləti meydana çağıraraq, orada olan Rus saldatının böyütçəsi qulağı olar. Öz dedi Yeltsin bəy, münəyyətdə deyil. Dedi, yox, məndən ağayırım, mən təhlükəli şurasını hardan yığım özümünkiləri buna? Dedim, sən nə tür prezidentsən, öz təhlükəli şurasının üzvlərini yığa bilmirsən?
Aldı da kağızı getdi. Demək ki, yarım saatdan sonra gəldi, gördüm dəyişiblər. Orada yazılıb ki, Ruslar haçan çıxacaq. Biz bunun şahidi olduq. 200 ildən sonra qanunla Ruslar Azərbaycanı çıxardı. Bir nəfər. Ağ evdə, Elçi bəy, bir nəfər. Bizdən bir nəfər. Orada kifayətdir. Gelsin. Amma bundan qabaq nə oldu? Bizdən bir nəfər. Cavan Əhməd Şahi, Demokrat Əhməd Şahi. Aparırlar Avropaya yedizdirmək, sizdirmək. O zaman da İngiltərədir. O demək ki, 20-ci əsrin əvvəlləridir, 19-cu əsr sonra İngiltərə dünyanın başından başa. Axır aparırlar ki, o böyük qonaqlığa, kraliça, mələkə oturub, hamı Avropanın böyük başları, yemək, içmək, hər şey var, gətirib qoyurlar qabağına, yaxşı. Əla Həzrət Şahənşah, Əhməd Şah imzala. Baxır, deyir, mən bunu imzalamaram. Deyirlər, niyə? Necə imzalarsan? Necə imzalamazsan? Deyir, o pılalanlar, məmali ki, məhrusəni satanlar, Qacar dövlətini satanlar ki, üstündən imzalasınlar. Mən imzalamam. O demək ki, onun vəliyyəti, canişini, əmisi. Həsən əli Mirzə deyib, bu bir otağa. Deyir, kişi, sən nə deyirsən? Qacar gedər, filan gedər. Deyir, bu gedir elə, bu imzalamaqla gedər. Mən imzalamıram. Şvitsariyada şərqəm sataram. O padişahı mənim üçün də mən imzalamaram. Və o Elçi bəyin orada imzalamamağı nəticəsini verdi. Dövlət Azərbaycandan yapılandı. Və Qarabağda demək ki, ordu yarandı, yollar açıldı, neft gedirdi, satıldı, pul əldə oldu və bu dövlət təmizlədi. Qarabağda biz qalib gəldik Rusa da. Və yəni demək ki, bizdən də və Mustafa Kemal da öz yerində, biz Türklər hər zaman yeri gələndə bizim öndə gedənlərimiz yox deyirlər. Mahmud Əli bəy Çehrəcanı burada oturubdur. Oturub, özü burada deyir, bir ədalət var, bir haqq var, ədalətli olmalıyız. Çünki bizimkilər bir işi görüb bizə, nə olsun, o filan kəslədir. Bizim surabi adam deyir, Mahmud Əli bəy Çehrəcanı da 600 min demək ki, bir küsür səs gətirib, gəlib deyiblər ki, bura bax, dayı nə deyirsən, deyəcəm demə, amma dayı qalanın demə, bıraq bu cavan mavanlar, get məclisə, şefinə, deyir ki, xeyr, anal haqq demişəm. Və demək ki, bu hərəkatı öz rayına salıbdır. Demək ki, bunu kitrələşdiribdir, bunu milliləşdiribdir, bunun bünövrəsini möhkəmləşdiribdir, özünün də başına nə gələrsə gəlibdir. Yəni bizim millətimiz siyasi milləti, Azərbaycanın güneyində olan bu türk təbəqələri siyasi bir milləti. Necə ki Azərbaycanın quzeyində dövləti bərpa edir və türk dünyasının o adam ki, oğul ki çıxır deyir ki, Üzbəkistanda, Səmərqəndidə, deyir mən 20 milyard dolar ABŞ dolları Türk Dövlətlər Birliyinə xərcləmişəm. Bunu İlham Əliyev söyləyir. Və o 40 milyon qardaşımız bunu güneyliləri deyir. İndi Bakıda kimsələrin qarnına sancı dolur dolsun. İki cümlə ərz edeyim. Böyük bir dənə zat yaradıblar. Bir ayağını Ankara'ya soğublar, bir ayağını Bakıya soğublar, bir ayağı demək ki, ittilatın əli ilə milyarderlər, millətin çörəyini, maaşını, işini oğlayanlar, Azərbaycanın milli düşmanları ki, pula, mala, dövlətə sahib olublar, bunlara Doktor Mahmud Əli bəy məndən yaxşılanır. Onların o qazandığı haram pullarla əl-ələ veriblər və demək ki, bu komsomolçiləri keçmiş tuğda əksəriyyət, itim, pişikin, nəmin filanlarına yığıblar. Gəlin, siz ki, bu milli hərəkata düşman çıxmışdınız, 30 ildir ki, susmuşdunuz, gəlin qabağa pul da veririk, sizə gedin oradan buradan özünü göstərin və demək ki, hamuzda və biri də görürsən, sallana başa, billah demək ki, Azərbaycanın güneyində daimə bu pezeşkiyanı istəymiş. Nə iti istəyin, nə tulanı. Bu millət demək ki, nə Xameneyini istəyir, nə Fars dövlətçiliyi, nə də demək, hamı indi bilib ki, bu pezeşkiyan filan bir qəflətdən bir milləti bəlkə 2-3 gün allada bildiniz, ömrətli allada bilməzsiniz. Ona görə bu günlərdə bu millət bili nədir? Ay pezeşkiyan çıxacaq, 15-ci maddəni gətirərəm, sən kimsən, nə gətirirsən? Sən kimsən, sən hansı cəsarət? Ay malı ki, oştor yazdım, Əli yazdı, malı ki, oştora, belə elə hərdən də bir dənə şəhriyardan bir şeir deyəcəyəm ki, bu milləti avam yerinə qoyubsan, bu millət ayılıbdır. Bu millət bilir türlük nədir, azadlıq nədir, demokrasi nədir, bağımsızlıq nədir. Canını istəyib qurtara ki, bu Fars olan, demək ki, bu mənhus, demək ki, cəmaati bu Azərbaycandan çıxardıb, üzünü tuta Avropaya tərəf, azad dünyaya tərəf, Türkiyə üzərindən, Azərbaycan Cumhuriyyəti üzərindən bu güneydə də necə Mahmud Əli bəy Çehrəcanı hərəkatında külli Azərbaycanın quzeyə ayaqda idi, külli Anadoluya ayaqda idi və bunun neticəsi külli dünyaya qədər çıxdı. Yarın da belə olacaq. Bu millətin qarşısında kim dura bilməyəcək? Nə pezeşkiyan, nə filan. Bu da Amerikada İraqa gətirmişdi. Və demək ki, İran adlanan yerdə 56-cı ildə də çıxmışdı bir iddələri ilə. Belə vardılar bu cür. Sonra nə oldular? Getdilər, hara getdilər və Suriyədə də vardılar. Hara getdilər, məhv oldular, getdilər. Necə ki, bu da bugünkü Livanda. Hara getdilər? Qaçdılar, getdilər, yox oldular. Ona görə də sabahlar bu millət gedib hərəkata, biz böyük bir hərəkata yaxınlaşırıq. Böyük bir hadisəyə yaxınlaşırıq. Orada Sayın Doktor bəy də dedilər, mən də iki cümlə ilə qutarım. Amandır. Ərdəbildə, Təbrizdə, Urumiyədə mən bunu əminəm.
Oradakı bizim gəncliyimiz, bizim millətimiz qəşəng də ayıqdılar. Muğan da ayıqdır, ondan Sulduz da ayıqdır, Urumi. Hamı bilir. Ay sabah gələcək nə kimsə, hansı mallacıqazdan, hansı nöhəxandan, hansı xalq mücahidindən, həm şahsından bəri. Yox olmasa sabah da çıxıb deyəcəksiniz. Hətta bunun da anası Fərəhdir, daha çəkilin da anası Türkümüş. Oho! Elə şeylər yoxdur. Bu millət bilir nədir? Çalışırsınız ki, Azərbaycandan gedib bir dənə darısqal yerdən soxulasınız, oradan milli hərəkatın öncüllərinin səsini demək ki, söndürəsiniz. Eləyə bilməzsiniz. Bu quş qəfəsdən gedib, ox yaydan buraxılıbdır, qabağını ala bilmədiniz, qurtardı. Ona görə ki, bir iddə fikri deyirlər ki, edirdilər ki, Heydər Əliyev hakimiyyəti elə Sovet İttifaqının davamıdır, kommunist sisteminin davamıdır, yox, elə olmadı. Və sonra fikir eləyirlər ki, elə İlham Əliyev hakimiyyəti demək ki, qadıdır. Elə deyil. O İlham Əliyev hakimiyyəti, Orusun davamı deyil. Rus indi az qalır, onun uçağını vurub salar. Demək ki, Qarabağda sonuncu dəqiqə kimin qarşısında dayandı o Rus. Bu da bu Putin. Ona görə də İlham Əliyev də bunları bilir. Dədəsi də ona deyibdi. Və bilir ki, bu dövlət, bu Azərbaycanın quzeyində bu millət nə istəyir? Onu çıxır deyir, 40 milyon deyir. Nə qədər də o məmur cığazlar, can assalar da bu millətlə bacara bilməyəcəklər. Nə güneyində ona görə də zamanı da gəlib ki, Azərbaycanın güneyində bu millət bağımsızlığını qoyaraq Türkiyənin yardımına qoşacaq. Ona görə ailəmiz, biz bunların ayağını qəndildən tökülüb gəlirlər güneyə. Bunları bu tərəfdən qovalayıb çıxardandan sonra geçsin o tərəfə. Hara gedəcək? Türkiyə mi? Elə deyil. Azərbaycanda güneydə bu millətin öz missiyası var. Necə ki, Azərbaycanın quzeyində öz missiyası vardı, onu yerinə yetirdi. Qarabağı azad elədi, dövləti yapılandırdı, dövləti gücləndirdi. Saxlayıb da hələ bu dövlətdə Azərbaycanın güneyində də bu millət Türk dünyasının qarşısında bir missiyası var. Və onu da yerinə yetirəcək, hər şeydə göz qabağında. Çalışırlar ki, günəşin işığını inkar etsinlər. Buna da aynən bayaq da söylədi. Zıqqılı uşaqlarla, bunların heç birisinin cəsarət eləməyiblər ki, onu gəlsinlər də düz deməyirlər, çağırsınlar. Sayın Doktor Məhmud Əli də buradadır. İndi Türkiyə oyunbazlıq eləyirlər, Azərbaycanda deyirlər, gəlməsin filanlar, boş-boş sözlərdir. Amma bu da bu Avropada. Gəlsinlər, hamısı oturursunlar, qurultaylar olsun filan. Harada biz sözümüzü unutmuşuq. Gəlsinlər, qorxurlar. Hamısı qorxur. Arkadan yalan. Hətta o Azərbaycana da qorxa-qorxa gedirlər. Şuşiyə da qorxa-qorxa aman deyə, millətçilər bizi deyirlər. Millətçilər görməsin, bilməsinlər. Yox, axırız bir yerə vara bilməyəcək. Hər halda gələcəyimiz bağımsızlıqdır, istiqlaldır, millətin bütövlüyüdür və platform da bəllidir. Platform aydındır, göz qabağındadır. Heç kəsin zorundan da gətirmir. Platformu qəbul edirsən, bizim onda boynumuz Türkdən də nazik. İstiqlalı qəbul edirsən, milləti qəbul edirsən, Türklüyü qəbul edirsən, bu millətin öz dövlətini, tam müstəqil dövlətin qurmağını qəbul edirsən, laikliyini qəbul edirsən, parlament qəbul edirsən və demokrasinin icabı olan sandığı qəbul edirsənsə, milləti yəni, ona bizim nə sözümüz olacaq? Mən durum, gəsən otur. Bismillah. Bizlər bəy, təşəkkür edirəm. Var olun, çox sağ olun.